Yəni durdum birdən və dedim ki, YouTube-a vlog çəkirəm. Bu vidimdə. Bəli, bu vidimdə. Nəysə, xeyirli olsun. 5 dəqiqə də olsa mən o YouTube kanalını açıram və bunu paylaşıram. Özdə bugün həyatımın ən mənasız günüdür. İşə gedəcəm, bir də mola gedəcəm, sonra da evimə gələcəm. Bəlkə uşaqlarla görüşə bilərik son anda, bəlkə. Bilən bilir, mən yerdə makyaj eləyirəm. Çox pis alışqanlıqdır. Ne yapayım? Ben de böyleyim. Ama özümə tumba alacaqdım. Tumbanın pulunu yedim. Har xərclədim. Bunları bir ay yarımdır gözüm kəsmişdi. Dedim mənim olmalısınız. Mənim olmalısınız. Nəysə, indi Black Friday gəlir. Bir dənə də ayaqqabını gözümə kəsdirmişəm. Mənim uzun botum yoxdur. Keçən il makyaj eləyə danışaq. Tələsirəm. Hələ bir dənə qızla görüşməliyəm. Ona hədiyyə verməliyəm. Son videom var idi TikTok'da. Yorumlar içərisində random bir adam seçəcək. Matte Foundation tonal kremini hədiyyə eləyəcəkdim. Heç nə. İndi o hədiyyəni verməliyəm. Ümumiyyətlə YouTube mənim o qədər komfort alanımdır ki, mən özümü pis hiss eləyəndə də, yaxşı hiss eləyəndə də TikTok'a falan girmirəm. Instagram'a girmirəm. Instagram'a daha çox girənəm. Baxın, TikTok mənim ən az girdiyim platformadır. Ən çox girdiyim birinci yerdə YouTube'dur, ikinci yerdə də Instagram'dır. TikTok məncə yaxşı platforma deyil. İnsana yaxşı təsir eləmir. Özümü lap pis hiss elədiyim, çöküntüdə hiss elədiyim anlarda mən TikTok'a girəndə daha da çökürəm. Bir dənə gülməli video çıxa bilər, amma onun arxasınca 3 dənə ağlamalı video çıxır. Və belə davam elədikcə duyğu dəyişimləri yaranır. Bir yerdən sonra böyle mal kimi qalırsan da keyləşirsən. Ekran sürəmi azaltmağa çalışıram. Görək nə olacaq. Bir ara bunu bacarmışdım. Həqiqətən bunu bacarmışdım. Təzədən başaramadık abi. Neyi başaramadın amına? O yetməzmiş kimi üzüm də pis günə düşüb. Səbəbkarı da özüməm. Bu aralarda nə gəldi yeyirəm, bilmirəm niyə. İştahım açıldı nəcəbsə. YouTube'dan danışırdıq. İçimdə bir his mənə deyir ki, böyük ehtimal bunu YouTube'a atmayacaqsan. Yalandan artistik eləmə minarə. Artıq zamanı gəldi. Zamanı gəldi. Bu insan 9-cu sinifdən bəri YouTube çəkmək istəyir. Hələ də çəkib qutara bilmirəm. Gah deyirəm ki, yox kamera alım, daha yaxşı olar. Gah deyirəm, yox təzə telefon alım, daha yaxşı olar. Ay qardaş, nəyi gözləyirsən sən? Bunun stokunu Rossmanda qovalayırdım. Catrice'in krem bronzeri. Tapa bilmirdim qardaş. Hara gedim tapamırdım. Stoku bitibdi xanım. Nə bilim, gələcək, cart-curt. Bir dəfə də dedilər azadlıqdadır. Nə işim var mənim azadlıqda? Bu arada həqiqətən çox qəşəngdir. Dəhşət bəyəndim. Mən belə, nə deyirlər ona? Toasty make-up deyirlər, hə? Elə make-up eləməyi sevirəm. Fikir verirsiniz də arada eləyirəm. Bunu dilimdən yox eləməyə çalışıram. Axıcı danışmaq o qədər çətindir ki, mən baxıram Türk influencerlarına falan, misal make-up falan eləyirlər və belə detaylı şəkildə, izahlı şəkildə video çəkirlər də. Halal olsun. Həqiqətən halal olsun. Özümün kiçik bir dünyası var. Qoy ürəyimdə nələr varsa hamısını eləyim. Çox tez böyüyürük. Sabahsı günü bəlkə də uşaqlarımla baxıb buna güləcəyik. Böyük ehtimal. Deyir ki, məni rahat burax, qurban olum. At məni, əl çək məndən. Deməyəcəm. Əl çəkməyəcəm təbii ki də. 7 manat pul vermişəm. Sözün əsl mənasında 7-8 manat pul vermişdim. Belə də wow da yaxşı deyil, nə yalan deyim. Amma belə çantaya atmalıq rahatdır. Görüm ala bilsəm Rihanna'nın pudrasını almaq istəyirəm. Həyatınızda görüb görə biləcəyiniz ən iyrənc blaşdı Charlotte-da. Sözün əsl mənasında iyrənc blaşdı. Rəngi gözəl ola bilər. Amma nə teksturasını bəyənirəm, nə də qablaşdırılmasını. Bir də bu pula dəymir bu. Yəni çox tez bitən məhsula oxşuyur.
Həm də burada belə süngər var. Bu toplanıb durur burada. Allah bilir nə qədər mikrob var burada. Bir də qardaş, mən eyni lip kombodan bezmişəm. Gəlir 2 il deyə bu Miss Tyson 764 nömrəli qələmi. Ya bura yığılmışam mən. Özümə də deyirəm çox sıxıcı görünür. Farklı bir şeyler olsun da. Ben farklı bir şey istiyorum. Təzə bir dənə qəşəng lip combo tapacağam. Nə qədər olar tüpürüm mələyatın içine. Bütün dualarım səninləndir. Çox sağ ol. Mənim həyatımın bir parçasına şahidlik elədiyin üçün çox minnətdaram. Belə. Makyajım bitdi. Belə götürüm. Gözəldir. Gözəllər var. Neyse, durma elimi geyinim eləyim. Hazırıq. Bu şalvarın anasını ağladıram. Niyə də yox. Çox sevirəm. Yaxşı ki bu şalvarı almışam. Yaxşı ki. Və məndən çox soruşursunuz, şalvarı ikinci əldən almışam. Mən Memidən alışveriş eləməyi çox sevirəm. Həmçinin səhifələr də olur. Səhifələrdən də alışveriş eləməyi sevirəm. Ümumiyyətlə siz fikirləşirsiniz, misal ki, öz tərzinizi tam yansıda bilmirsiniz. Bu basicdir, bu bir tərz sayılmır mənə görə, yəni gündəlik geyimindir. Amma ümumi götürəndə əsla öz tərzimi yansıtdığımı düşünmürəm. Və belə baxanda özümə dəli oluram. Deyirəm ki, bu sən deyilsən. Yəni, sən əslində əlində olsa sən belə geyinməzsən. Tam başqa cür geyinərsən, o da nə bilim, kasıbçılığın üzü qara olsun. İnsan istədiyi kimi geyinə bilmir. Çox pulun olmalıdır, belə qəşəng, tərzdir. Öz istədiyin kimi geyinmək. Neysə, nankorluq eləməyək. Bu günümüzə də şükür. Yeməyimiz yerində, içməyimiz yerində. Həqiqətən, corab tapım mən. Deyəsən, axşam uşaqlarla görüşəcəyik. Sənan yazdı qrupa ki, nə vaxtda sizi görmürəm. İndi ayılıbdır hələ. 4 gün əvvəl zad gördüm daha. 4 gün əvvəl. Amma görüşmək sayılmırdı o. Çünki mən stoliçni yemişdim, marketdən alıb. Mənim mədəmi vurdu o. Şəhla da tez təcili evə getməli oldu. Yəni, o cəmi cümlətanı 30-40 dəqiqə otura bildik. O da görüşmək sayılmır. Nəsə, görək bugün Şəhlada alınacaq mı? O kuruqla 2 gün, 3 gün görüşmürsən, elə bilirsən ki, bir əsrdir görüşmürsən. Oyda. Bu ceketi qaqa endirimdən aldım 80 manata. Hətta dünən düşmüşdü 77 manat falan olmuşdu. Linkini paylaşmışdım sizlə. Bütün dostlarım falan da bəyənib, siz də çox soruşmuşdunuz. Çanta da bu. Bu arada çanta səhifələri olur Instagramda. Bu çantanı 40'dımı 30 neçədimi manata qoymuşlar. Sizə tövsiyə edirəm. Gözdə də bunu üst tutum. Sizə tövsiyə edirəm. Çanta səhifələrindən çanta almayın. Gedib mağazalardan alın. Misal Əhmədlidə bu metro tərəfdən üzü yuxarı gedən yerdə butiklər doludur. Mənə dedi ki, bu çantanı 40 manata. Dedim, qardaş, 20 manatım var. Verirsənsə alıram, vermirsənsə gedirəm. Dedi, heç olmaya 25 elə. Dedim, bir dənə düşünüm falan. Dedi, vallah mayasından nə bilim, nədə zırt pırt danış. Dedim, aynen kanka, yedik. Yaxşı, 25'e verirsənsə alıram. Yəni, bunu 40 manata satmaq istədi, amma mən bunu 25'e aldım. Gedin butiklərdən alın. Növbə-növ, cürbə-cürdə çantalar var, modelləri var. Gedin, pazarlıq edin. Bu arada mən çox utanıram. Mən pazarlıq eləyə bilmirəm əslində. Belə baxmayın, nə elə bilirsiniz ki, bacarıram bunu? Yox. Mənim misal rəfiqəm Sabina var. Sabina çox sakit qızdır. Baxın, dəhşət sakit qızdır. Amma bir dənə pazarlığa gələndə, pazarlıq nədir? Bir dənə bazarlıq eləyir ki, bir dənə alışveriş eləyir ki, bildiyi konkret, adamın bir dənə manipulyasiya eləyir ki, 50 manata olan şeyi cəhənnəmdə, indi donuzdan nə qıl qopsa qazancdır. Təhqir kimi çıxmasın bu söz, atalar sözüdür da, ona görə deyirəm. Yəni 40 manat verməkdənsə 30 manat verirsən, 10 manat qabağa düşürük. Az pul deyil ki. Bir dənə indi taksinin puludur. Başqa nəsə gəlsə taksi vura bilərsən. Gedib kofe içə bilərsən, kofe barda, Friendsdə. Yəni az pul deyil bunlar. Xahiş edirəm. Və mənə deyir ki, sən dəlisən, bunu eləmək lazımdır. Və mən də elədim. Pis deyil.
Pis deyil. 20 manat qabağa düşmüşəm. 20 manata yaxın. Zarafat iş deyil. Nəysə, hazırıq. Nə hazırıq? Saçım yağlıdır gördüyünüz kimi. Saçımı indi vurmalıyam. Saçımızı düzəltdik. Saçım düzləşmişdi deyə bu ucları falan heç yaxşı durmayacaq. Amma vecimə də deyil, sən Allah. Bir dənə vurub çıxım başımı. Mənə də bunun tutorialını falan soruşub durmayın. 2021-dən bəri mənə bu saçın tutorialı soruşulur. Allah, mən 8-ci sinifdən bəri saçımı belə vururam. Belə rahatlıqla vurub keçirdib gedirəm. Anamdan öyrənmişəm zaten. İndi o vaxtı yaba ilə eləyirdim, indi sancaqla eləyirəm. Yəni saçıma heç bir vaks vurmuram. Heç bir şey vurmuram. Sadəcə saçım belədir. Bu saça meyillidir saçım. Nətər izah eləyim bilmirəm amma bu nə da? Bilmirəm amma saçım meyillidir da, yəni başa düşürsüz. Bu tərzə meyillidir. Vaksla eləyə bilsəm bir gün qəşəng ataram sizə tutorial. Arada eləyirdim vaksla amma heç xoşuma gəlmirdi. Ən yaxşısı elə özümün təbii halda saçını belə vurmasıdır. Got2B'nin qəşəng stikləri var. Jelləri var daha doğrusu. Həmin jeldən qəşəng olurmuş. İndi mən onu alıb yoxlayaram. Görə elə belə şüşə kimi olacaqmı Pinterestdəki kimi? Olsa paylaşacağam. İndi də oturub gecikməyi gözləyirəm. Eləməyən var ki. Niyə beləyik görəsən? Misal, niyə beləyik? Vaxtında hazır oluruq. Amma otururuq ki, gecikək. Makyaj da qəşəng olub ha. Sifətimin belə parıldamasının səbəbkarını göstərirəm sizə, gözləyin. Mən dünən də bunu Close Friends-ə atmışdım öz səhifəmdə. Bu dəhşət bir şeydir. Mən bunu izah eləyə bilmirəm. Sifəti o qədər sağlam göstərir ki, o qədər belə sağlıqlı göstərir ki, belə türklər demişkən. Məndə bu 5-ci butulkadır. Artıq böyüyünü almaq istəyirəm. Prosta bunu çantaya atıram eləyirəm da gün ərzində yeniləmək üçün. Yəni refresh tonikdirmi, tonerdirmi bilmirəm. Özdə cruelty free'dir. Parabensizdir. Bunu indi oxuyuram. Əla bir şeydir. Vallahi əla bir şeydir. Bu sadəcə Azərbaycanda, yəni başqa səhifələr bilmirəm, görməmişəm. Aloe Plus'da satılır. Aloe Plus'da satılır. Aloe Plus'da satılır. Okey. Oradan hətta onun da hər filialında satılmır, mollarda satılır. Reklam üzü olmalıyam da mən Maria Badescu'nun. Hər kəsə deyirəm. Bax, ətrafımda olan hər kəsə bunu influence eləməyə çalışıram. O qədər həyat qurtarıcı bir şeydir ki, məndən nə gedir, qardaşım, bunu öz pulumla alıram da, başa düşürsüz. Amma bunu alın, peşman olmayacaqsınız. Ən gözəli roz olandır, qızılgül. Qızılgül suyu olanı lap gözəldir. Artıq evdən çıxmaq vaxtıdır. Çıxalım görək başımıza nə hadisələr gəlir. Gəldik işin gecikmə tərəfinə. Bilge Reis'e oxşadım. Fabiyerimizdə bir dənə filçə. Belə çətindir tak-tuk. Ekran da tərpənir. Yəni yönünü çəkə bilməyəcəm. Bir əzab yoxdur. Bir də acıdır üstünə. Möhkəm danışa bilmirəm. Çünki ofisdə adam var. Yemək zakaz eləmişəm. Canım dürüm çəkdi. Hatay üsulu və mən iyrənirdim. Mən ümumiyyətlə fast food yeyən bir insan deyiləm. Amma gəl gör ki, məni dostlarım alışdırdı bu şeylərə. Canım da bugün onu çəkdi. Nə varaq, ölümlə dünyadır. Bəlkə mənə gedib maşın vuracaq, amma o dürüm mənim ürəyimdə qalacaq. Yeyim sonra vursun maşın. Çayımızı süzmüşük, yeməyimizi gözləyirik. Çox pis acam, çox pis acam. Ac Elvis çöllərdə. Negrali Babek Elvis. Bu zarafatı heç kəs tutmur, ac Elvis çöllərdə. Ayrıbidən heç ac Elvisə baxan olmayıb. Yəni, ac Elvisə təkcə mən baxmışam, anlayamadım. Tutmur da mən zaten qeyd eləmişəm ki, 5-ci mərtəbədə də. Okey, belədirsə mən niyə düşürəm aşağı? Gəl sifarişimi ver da dostum mənim. Tamam, işiniz çətindir, vallah bilirəm da. Amma 5-ci mərtəbə demişdim, niyə gəlib vermirsən mənə? Mən niyə düşməliyəm? Axşamüstü də gedirik bir dənə ice americano içməyə və eyni temaları milyon dəfə danışmağa. Amma təzə temalar olubdu, onları danışmağa. Ölürəm.
Bu arada heç sağlam yemək deyil. Dönərdən falan, KFC-dən, mıcıdan daha betər bir yeməkdir. Çünki içinə nə gəldi qatıb qoyurlar. Ocağım gizim ağlıyor. Heç yaxşı deyiləm. Amma dadı qəşəng idi. Bu qədər qaldı. Yeyəmirəm mən. Yəni mən yeməkləri heç vaxt axıra kimi bitirə bilmirəm. Nadirən yeməyi axıra kimi bitirə bilərəm. Nəsə gəldi, vətən xaini də burdadır, iyrənc məxluqat. Şəhla da gələ bilmədi. Sözləri üzərinə açılmır. Ağlama. Şəhla da gələ bilmədi, yenə uşaq baxıcılığı eləyir. Gəldik, Bershkaya bat. Ay uşaqlar, istədiyim ayaqqabı yoxdur. Stoku da bitirdi, endirmə də düşməyəcək. Nəysə, onun yerinə bir dənə bomba sumka gördüm. Ürəyim getdi. Prosto 109 manatdır. Təbii ki də ona 109 manat verilməyəcək. Bir dənə səhifədə gördüm. Sıra, vaxtimə bax, sırağa gün səhifədə gördüm. Yazdım səhifəyə. Dedilər ki, xanım, bir ədəd qaldı 65 manat. Mən də dedim ki, fake bir şey üçün 65 manat biraz fazla pahalı. Amma pis deyilmiş əslində. Mesela Belçikada bu 109 manat, amma Belçikada çox bombadır, yəni daha böyükdür. Belə clutch kimi də tuta bilərəm. Nəysə, onu Türk saytından alacağam mən, Android-dən. Ümid edirəm endirmə düşər də, düşər məncə. Kofemi sən alırsan. Cəzan budur sənin bu gün. Yemək al. Bir dənə dürüm yedim. Bir saat özümə gələnmədim ki, sən Allah haqqı çox pis təsir elədi. Belə idim, ay Allahım sən yanıma gəldim. Nəsə vloqda qoymuşam oranda. Dostlar, bitdi. Biz də bitdik. Axşam konserti. Acı bizə sökməz bacı. Axşam konserti. Yəni ümid edirəm ya estetik yoxdur da uşaqlar bacarmırıq. Yəni bu reallıqdır. Bu Azərbaycan gəncinin reallığıdır. Yəni nə gözləyirsiniz? Ay estetik harda otur? Gazellədə zadda oturaq, oradan story ataq, nə bilim nəyə? Budur yəni. İşdən çıxmış iki ac gənc. Reallıq budur. Bəli. Sağ olun, salamat qalın. Ümid edirəm bəyənərsiniz. Çox həyəcanlıyam, həqiqi həyəcanlıyam. Görün Like nətər etməyi olacaq. və Abunə olmayı qəti şəkildə unutmayın.